Vaxtilə milli komandamızın şərəfini qoruyan Qara Qarayev də milli komanda ilə bağlı ürək ağrısı ilə danışır. Ümumiyyətlə Qara Qarayevin bu çıxışına görə ilk növbədə onu alqışlamaq istəyirəm. Bu futbolçu çox haqsızlıqlarla üzləşdi son illərdə. Milli komandadan çıxarıldı. Niyə görə? Bəzi tərəfindən. Niyə görə? İndi səbəbləri var idi də, indi özü də bilir, mediada da aşağı yuxarı bilirlər. Boy söhbətinə görə dedilər. Nə boy söhbəti, boy yox, söhbəti. Yox, mediada. Elə qələmə veriblər. Qardaş, media dedilər ki, boyla nə deyirəm? Millidə də yəni haqsızlıq. Orada o qədər çoxlu şeylər var biz bilmirik. Qarabağdan çıxdı, Neftçiyə gəldi, Neftçidə haqsızlıq, Qarabağ fanatları ilə bir anlaşılmazlıq oldu, söyüşmə oldu, həll olundu, o heç. Neftçidə möhkəmlənə bilmədi, Qriqorçuk amili idi, rəhbərlik amili idi, nə idi, oynamadı da bu adam. Neftçidən də getdi. Bu futbolçuya sahib çıxan Araz Naxçıvan oldu, Elmar Baxşıyev oldu, eşq olsun. Və yenidən əvvəlki formasını qaytarmağa çalışır və yenə də niyə də yox, milli komandaya ümid eləyir bu adam və yayı gözləyir. Ola bilsin ki, yayda milli ilə bağlı son yekun qərarını verəcək Qara Qarayev. Problemləri hamının bildiyi formada, çəkinmədən, qorxmadan, digər futbolçular kimi mən danışmaq istəmirəm, gözlərini bərəltmədən, nə bilim nə, biz üzr istəyirik xalqımızdan kimi şablon ifadələr səsləndirmədən fikirlərini tamamladı Qara Qarayev ki, millimizin problemi meydanda deyil, meydandan kənardadır. Uşaq futboluna diqqət yetirməliyik. İnfrastruktur 0 dərəcəsindədir. Uşaqlar harda məşq eləsinlər, necə çalışsınlar, akademiya yoxdur, 0 dərəcəsindədir. Futbolçuları da deyir, anlamaq lazımdır, onlara dəstək olmaq lazımdır. Necə ki, bizim dövrümüzdə də var. Biz dediyimiz de şey deyir da o da. Bilirəm, amma deyir, eyni zamanda da onları tənqid eləmək lazımdır. Bəli. Amma tənqid eləməsən inkişaf olmaz. Amma vallahi billahi Qara Qarayevin yaxın 1-2 il əvvələ mən yollanıram. Onun dövründə olanda belə ciddi problemlər yox idi milli komandada. Bəli. Yox idi belə problemlər. Ən azı onlar döyüşürdülər, ən azı uduzsalar belə nəsə eləyirdilər. Prosineskinin vaxtında, Dibiazinin vaxtında, nə bilim, ondan qabaq Fox'un vaxtında normaldir. Yəni belə olmurdu da qardaş. İndi nəsə yəni aşağı biz bilirik bizim millimiz nəyə naildir. Aşağı səviyyədə çıxış edirik. Onun da hamısını atırlar futbolçularına, davay çıxın deyin ki, davay üzr istəyirik. Bəs biz ay millət bağışlayın uduzduq. Bir də ağızlarındakı o maska yox çatmırdı ki, o məşhur polis şöbələrində üzrxahlıq ona bənzəyir. O çıxıb futbolçu yenə deyirəm, momentlərə də girirsən. Momentimiz var idi də qardaş, Haiti ilə də var idi də. Nə olsun birinci qol buraxdın? Momentdən hansına olmasın. Olmasın deyəndə ki, momentin var sənin. Sən momenti çalış ki, yerinə getir. Bizim futbolumuzun ümumiyyətcə klubları, millimizin, Avroliqalarda, nə bilim, hər yerdə. Bizim indiki bu müasir zamanədə bizim problemlər bəzi klublarda. Əsas məsələ odur ki, qardaş, sən momentləri realizavat eləyə bilmirsən. Realizavat eləyə bilmirsən. Gəl, Neftçi ilə o günü Araz Naxçıvan oynayırdı. 2 dənə 100 qapının ağzından necə pasasının arasından keçdi, Neftçinin oyunçusu vura bilmədi boş qapıya. Yadındadır, oyuna baxmısan epizodlara. Araz Naxçıvan momenti oldu, hansı ki o da qol vura bilərdi, 100 vura bilmədi. Bu deyildi, 11 nömrə idi kimisi. Yəni Sepi orada yaddan çıxıb. Söhbət ondan gedir ki, sən momenti realizavat eləməyəcəksənsə, ceyb setkadan topu çıxardacaqsan öz qapına. Mən deməyim nədir Ruslan? Nədir? Santuş gəlib bundan sonra o epizodları dəyərləndirmək üçün nəsə öyrətməlidir futbolçulara. Dəyərləndirməyi öyrətməli deyil. Müdafiə olunma davranışını öyrətməlidir. Bu yaşdan sonra. Öyrətməli deyil. Onun özünün sən gələndə onda bəhbəhlə nə deyirdin ki, biz 28-ci ildə Avropa kubokunda biz Avropa çempionatında gedirik. Avropa çempionatına gedəcəyik. 28-ci ildə biz Azərbaycan futbol ictimaiyyətini sevindirəcəyik. Hələ təzədir də, hələ bir il olacaq. Amma uşaqlar gəlin haqsızlıq eləməyək də. Yəni sevindirici hal oldu da bu oyunlarda da. Mən təəccüblənirəm ki, sevindirici məqam odur ki, 1-ci liqada oynayan Şahin Şahniyarov. Yox, sən məncəm o kimi maraqlandırır. Sən boş-boş söhbətlər edirsən. Sən bu hansısa futbolçunun mən nə ilə deyirəm bəs? Hansısa futbolçu kəşf eləmək o kimi maraqlandırır. Çox möhtəşəm bir hal. Mən təəccüblənirəm. Niyə görə AFFA buna press konferensiya həsr eləmədi? Yəni kitablar niyə görə yazmadılar ki, Belarusiya Azərbaycanı neçə 0 məğlub elədi? 2-0. 2-0. Ondan qabaq kimin oynayırdı Belarusiya? Taciklərlə 5. Tacikləri 5-0 udublar. Bizi isə cəmi 2-0. Bu qələbə deyilsə bu nədir? Qələbədir də. Qardaşım. Darmadağın olmaz. Yaxşı, haqsızlıq edirik biz hamımız. Gül kimi komandamız var.
O boyda Tacikistanı 5-0 yenib Belarusiya. Gül kimi komandamız var, amma hələ ki çiçək aça bilmir də. Amma biz cəmi 2-0. Sən mənim cəma naşükürlük eləməyin hala. Toxum hələ cüzərmir, çiçək aça bilmirik. Valla bilmirəm, valla bu şeydir. Bu milli yığmanı nə bilim ya. Mən başa düşürəm, bu ləğv eləmək variantdır. Yəni futbolçuları qınamaq da lazımdır, düzdür. Ha, elə Futbolçular momentlər olur ki, şey yoxdur. ustalıq səviyyəsindən aşağı oynayırlar. Elə momentlər var ki, o görsən də biri var məsələn çıxasan elə əlindən gələni eləyəsən, bacardığı eləyəsən və bacardığından da artığını eləyəsən, deyəsən ki, "O, bu oyun vəbşə superdir." Bir də var ki, öz bacardığın potensialın hansı ki var sənin, ondan aşağı səviyyədə oynayırsan. O biraz adamı yandırır ki, eləyə bilər ya. Qardaş, yanaşma bax. Ayxan Abbasov yeni təyin olunub. Bəli. İlk oyununda qələbə qazandı. Növbəti oyunda heç elədi. Hə. Bilsən nədən başlayır? Oyundan qabaq gördün necə U21 futbolçuları bir ağızdan himnimizi səsləndirirlər. Bəli. Qardaş, ilk növbədə bundan başlamaq lazımdır. Vətənpərvərlik, sevgi, bayrağa, gerbə, himnə, hörmət. Yoxdur, bizdə heç bir hörmət yoxdur. Him səslənir, biri saqqız çeynir, biri yerə baxır, biri Var, göyə hörmət baxır, var biri bizdə. yanındakına baxır, biri nə bilim Bizdə nə. hörmət var. Bilirlər, onlar oxuyur da. Bizdə hörmət var. Baxmır bu tərəfə. Bizdə hörmət var. Azərbaycanlı kimlər ki var, kimini bilənlər oxuyurlar. Yox, oxudu, oxumadı, söhbət ondan getmir. Qardaşım, gəlin belə eləyək. Bu Qara Qarayevin intervyusunda deyirsiniz ha. Mənə ən çox pis nə təsir elədi orada? Pis təsir elədi. Bu Qaranın o ifadəsi var idi ya. Dedi, istəyərdim ki, 1-2 oyunda oynayım. Yəni son oyunumu keçirdim. Adam illərini verib Azərbaycan futboluna. Bəli. Bu qədər oynayıb, Neujeli Qaranı belə fakt qabağında qoymamaq olmaz. Qabaqcadan deyərdiniz ki, Qara səni görmürük zborunda. Növbəti oyunda zamenə çıxarsan axırda sənin son oyunu jubilə deyirlər də, Bəli. türk dilində də. Yəni Praşanlı maçı keçirdi. Bu fakt qabağında qoydunuz Qaranı. Niyə görə? Niyə görə? Adam da yəni illərini verib milliyə. Hayda. Bilmirəm, valla bu milli futbol ümumiyyətlə milli yığma barəsində danışmaq. Məncə gəlin ilk növbədə milli ifadəsini yığışdırmaq lazımdır. Hə də arada bizim adımız gedir də. İndi gedəcək misal üçün gedəcək uduzacaq kiməsə. Bayaq qısası mən Haiti dünya nəhəngləri deyəndə mən başqa mənada deyirdim. Sən başqa tərəfə yozun. Sən San Marino deyirsən də gedək San Marino danışaq. Yəni Amma San Marino bizdən yüksək liqada oynayır. San Marino divizyon C-dədir. Biz divizyon D-dəyik. San Marino bizi adam yerinə saymır bəlkə də indi. Qardaş. San Marino'da oturublar, belə veriliş var. 3 dənə Jose, Alberto, Bernardo 3 nəfər oturublar, söhbət edirlər. Nəsə deyirlər, gəlin bir dənə yetim komandalardan birisini çağıraq, Azərbaycandan zatdan birisini çağıraq, 15 dənə vuraq onlara yola salaq. Belə fikirləşirlər onlar. Olurdu, yaxşı. O vaxtı biz oynayan vaxtı Bertin vaxtında 2011, 2012, 2013. Bax o Liechtenstein, Lüksemburg, San Marino. Liechtenstein adını çəkmədə. Liechtensteinin tarixində ilk qələbəni Azərbaycan üzərində qazandı. Biz sevinirdik ki, çıxıb onları udacağıq. Liechtensteinin də. Yəni əvvəl inan var idi. Qardaşım inan var idi. Vallahi deyirəm Gibraltarla indi oynasaq Gibraltarla. Gibraltarla Fələstinə uduzduq. Fələstin yığmasını uduzmuşuq biz. Yəni bu Azərbaycan millisindən nə istəyirsən gözləmək olar. Gedib Xorvatiya ilə heç-heçə oynayırıq. Ondan sonra gedib hansısa Burundiyə uduzuruq. Yəni bilmirəm, yenə deyirəm, İsmailin sözünə qüvvət, sənin sözünə qüvvət. Azərbaycan azərkeşlərinin 99%-nin sözünə qüvvət. Yəni bu müraciət edirəm, xahiş edirəm. Bir vətəndaş kimi xahiş edirəm sizdən ki, Azərbaycanda məşqçi istəyirlər. Yəni azərkeşlərdə. Hamımız onu istəyirik. Tək azarkeşlər yox. Yəni sən indi bura Mourinho-nu ya Ancelotti Qardaş, söz deyirdim. Müraciət edir. Afərin müraciət edir. Afərin müraciət edir. Susaq, aha. Ayaq üstə. Qalxaq. Yox, hələ belə əlbi belə qoy. Afərin müraciət edirəm bir vətəndaş kimi. Xahiş edirəm. Nəsə eləyin də, artıq dərəcədə xahiş edirəm. Bu bilirsiniz necədir? Bilmirəm, bax siz oturmusunuz orada. Sizin futboldan başvuz çıxır, başvuz çıxmır. Yəni bunu şübhə altına qoymuram, amma mən bu sualı vermirəm sizə. Amma biz azarkeşlərin futboldan başı çıxır biraz da, ən azından. Bu nəsə bir qərar qəbul edəndə bu legionerlər limitini yığışdırmaq kimi qərar. Misal üçün hələ Qara Qarayevin intervyusunda sən bayaq deyirsən, deyir akademiyalar yoxdur. Qardaşım, mən öz övladlarımı niyə görə o akademiyaya qoyum ki,
bilərək ki, legioner limiti yoxdur. Bu uşaq olacaq futbolçu olmayacaq. Mən hal-hazırda uşaqlarımı basketbola daha çox böyük həvəslə yazdıraram ki, orada ən azından şans var harasa çıxmağa. Yəni. Bu legionerlər limiti söhbətidir. Bu vədlər ki, 3 ildən sonra biz falan şeyə nail olacaq, 5 ildən sonra dünya çempionatında 1/4 olmayıb. Bunu ironiya ilə deyirəm. Yəni bunu ən azından demiyorum. Deyirsinizsə. Heç olmasa bir nəfər çıxsın oradan, desin ki, ay cəmaət, ay millət, siz bilmirsiniz də, bu legionerlərin limitini yığışdırmağımızın səbəbi budur. Biz də rahat oturaq da. Biz də bilək ki, bunlar düz addım eləyiblər. 3 il, 5 il, 10 il dözək. 10 ildən sonra nəsə nəticə görək. Oturmuşuq biz burada gözləyirik. Sən nədir? Elə bir vəziyyət yaradıblar ki, qorxuruq, futbol ictimaiyyəti olaraq qorxuruq, futbolçu olaraq qorxuruq, məşqçi olaraq qorxuruq, media olaraq tam olaraq qorxmuruq. Amma yenə də o xof, qorxu var. Heç kim Affanın bu işinə müdaxilə eləmək istəmir, pisliyinə danışmaq istəmir, tənqid eləmək istəmir. Mən bu mövzuya toxunmaq istəmirəm. Yəni dəfələrlə olub da, Qurban Qurbanov da, Rəşad Sadıqov da, futbolçularımız da yəni danışmaq istəmirlər. Bu nə məsələdir? Nə hikmətdir, nə kəramət. Valla yox, orada bilsə necədir? Tənqiddən qorxmaq lazımdır. Tənqid eləmək olmaz. Nə danışırsan? Ali qurumdur. Məncə Affan vecinədir onlar, tənqid eləyirlər, eləmirlər. Çünki yenə deyirəm, açıqlama vermirlər. Prosta bir şey də vurğulamaq istəyərdim, əziz tamaşaçılar. Yəni bəziləri, baxanları bəlkə də fikirləşirlər ki, bunlar 3 dənə başdan xarabdır, özünü çıxırlar. Bizim başımız xarabdır, sizin başınız yaxşıdır. Onu demirəm. Ümumiyyətlə deyirəm, ən ağıllı olan. Futbola görə özlərini cırırlar. Valla deyirəm, fanat olmayan adam, futbol fanatı olmayan adam bizi başa düşə bilməz. Amma biz doğrudan da mən millinin harda olsam, dünyanın istənilən ölkəsində olsam, mən millinin oyununa baxıram. Hələ internetlə baxıram ki, yəni şəkillər gedir, izobrajen də yoxdur. Yəni milli uduzanda mənə yaxınlaşıb soruşsa kimsə ki, desə o deyim var, deməklə təzə köynək almışam. Çox mübarək, söyüb batıraram adamı. Yəni o dərəcədə sevirəm mən millini. Mənim kimi də minlərlə, 10 minlərlə adam var bu ölkədə. Bəlkə də var idi, getdikcə azalır. Çünki ümidi kəsilir insanların. Yəni biz nə istəyirik? Biz istəyirik ki, bizim milli yığmamız ən azından bizə qarşı nəsə bir sayğı göstərsin, hörmət göstərsin. Söhbət nəticədən getmir. Sabah Azərbaycan yığması çıxsın, Portuqaliya ilə oynasın, Fransa ilə oynasın, mənnəm kimi ilə, İngiltərə ilə oynasın. Yəni biz demirik ki, bunlar çıxıb mütləq udmalıdırlar. Ən azı əzmkarlıq göstərin. Udursan da, yəni bizi ilə şeydir. Bezdim məncə. Bezirəm, Qur'an olsun, bezirəm. O 17 millimizdə uduzub Aqil Nəbiyevin komandası yenə Belarusda 0. Bu arada Ayxanı təbrik edirəm. Ayxanın təyin olunması çox gözəl addım idi. Hələ ki bunu göstərir. Hara baxıram üzr videolarıdır, üzr. Hər yer üzr. Bir dənə Ayxan Abbasovun məşqçiliyi elədiyi komandadan başqa. Futzalda da uduzduq. Birinci oyun uduzduq, ikinci heç-heçə Xorvatiya ilə, üçüncü də Türkiyə uduzduq. Birinci də biabırçılıq Bosniya Hersegovina 10 dənə, 9 dənə buraxdıq. Ruslan, son olaraq nə deyə bilərsən? Ayxan Abbasov haqqında biraz danışmaq istəyərdim mənə. Ayxan müəllim, Ayxan müəllimlə nə ancaq yaxşı şeylər danışmaq olar. Yaxşı şeylər. Mən deyirəm, bəlkə bu hələ başlamayıb, divizyon başlamayıb. Bu Millətlər Liqası, bu seçimlər başlamayıb. Bəlkə hələ Fernando Santos'la halallaşsınlar, sağollaşsınlar, Ayxanı təyin eləsinlər. Halallaşsın, deyirsən, o bilir, Fernando Santos bilsən, qoca qurt deyir. Mən deyir, üst-üstə gəl bir müqaviləsi olmadan bura gəlmək istəmirəm. Qardaş, bilsən nədir? Təzminat. Qardaş, məni istefaya göndərmək istəyən təzminatımı ödə. 3 il, üstə gəl 1. Davay ödə. 3 vur 2. 6 milyon. Bir dənə də əlavə, o lazımdır. O saxla özüvə. 6 milyonumu ödə, mənə yola sal. Dünyanın ən asan işlərindən biridir, Azərbaycan millisinin məşqçisi olmaq. Yəni razılaşırsan, deyirsən, ayma deyirəm, ilmə 1 milyon verin, tutalım, 5 illik kontrakt. Keçək qardaşlar. Bir dənə neynirsən, sözümü çatdırım da. Bir dənə əsas məsələ nədir? Nə taktiki fikirləş, nə heç nə. Prosta hər oyundan sonra çıxdı ki, hər oyundan sonra çıxdı ki,
oyunçularım qələbə üçün çıxmamışdı. Mən əlimdən gələni edim. Neynim? Alınmır da. Əlimdə olan material var. Yəni bu heyfdir belə.